Hədislərdə var, bir nəfər Peyğəmbər sallavatullahın dövründə Məscid-ün Nəbidə Peyğəmbər sallallahu xütbə edəndə yaxınlaşır, deyir, ya Rasulallah, mən uzaq yerdən gəlmişəm ki, məni dua edəsən. Peyğəmbər sallallahu buyurur ki, Allah səndən razı olsun, Allah səndən razı qalsın. Bu, biraz keçəndən sonra dözmür, ikinci dəfə Peyğəmbər sallallahu deyir, ya Rasulallah, məni dua elə. Peyğəmbər sallallahu ikinci dəfə deyir, Allah səndən razı qalsın. Biraz kəm hövsələ olur, dözənmir, üçüncü dəfə deyir, ya Rasulallah, mən uzaq yerdən gəlmişəm. Gəlmişəm ki, məni dua edəsən. Peyğəmbər sallallahu təbəssüm edərək üçüncü dəfə yenə buyurur ki, Allah səndən razı qalsın. Və davamıyla buyurur ki, istəmirsən cənnətə gedəsən, istəmirsən behişdə əhl olasan. Deyir, niyə istəmirəm? Deyir, mən də ən gözəl duanı etdim. Allah səndən razı qalsın. Yəni, əgər Allah bir bəndəsindən razı qalarsa, bu bəndə cənnət əhli olar, behişdə əhli olar. Və mən də sənin behişdə getməyin üçün, cənnət əhli olmağın üçün bir dua etdim. Ona görə bu bizim dilimizdə gözəl yanaşmalardandır ki, biri bir söz deyəndə, bir əməl eləyəndə, deyir, Allah səndən razı olsun, Allah səndən razı qalsın. Raziyətən mərziyyə. Bir məqam var ki, əxlaq elmində buna rızayətullah deyirlər. Allahın razılığını qazanmaq, Allahın razılığını əldə etmək. Bu rızayətullah məqamına insan yetişəndə raziyətən mərziyyə. Deyirlər ki, Allah da insandan razı qalır, insan da Allahdan razı qalır. Bir məqama çatırsan ki, Allahdan olan hər bir şeyə təslim olursan və təslimiyyəti ilə sən Allahın bütün etdiklərinin qəza və qədərinə razı olursan.